Quran-ı Kərim gündəlik oxunan bir kitab olmalıdır. Bəs Quranın bir kitaba cəm olunması necə baş verib? Ümumiyyətlə hədislərsiz, sünnəsiz Quran-ı Kərim təsəvvür edilmir. Və bu ixtilaf da Azərbaycanda baş verir. Esselamu Aleyküm və Rahmetullah əziz izləyicilər. Həmişə olduğu kimi sizi Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin şəhərindən, Quran-ı Kərimin nazil olduğu torpaqlardan, Mədinə şəhərindən salamlayıram. Bugünkü mövzumuz müqəddəs Quran-ı Kərim haqqında olacaq. Bugünkü qonağımız Mədinə İslam Universitetinin magistri Nail Paşayevdir. Xoş gəlmisiniz Nail müəllim. Təşəkkür edirəm. Xoş gördük. Xoş gününüz olsun. Nail müəllim, Quran sözünün mənası nədir və Quranın başqa adları varmı? Bismillah, elhamdülillah, və salatu və selamu alə Rasulina Muhammed və alə alihi və sahbihi əcməin. Əmmə bəd. Sizin də qeyd etdiyiniz kimi Quran-ı Kərimin mənası və həmçinin Quran-ı Kərimin isimləri elə məhz Quran-ı Kərimdə varid olmuşdur. Ümumiyyətlə Quran sözünün mənası oxumaq, yəni ərəb dilində qara feilindən götürülmüşdür. Oxumaq mənasını verir. Mənalarından biri budur. Yəni burada nəzərdə tutulan onun lüğəti mənasıdır. Və həmçinin də digər mənası isə cəm edən, toplayan mənasını verir. Əl-Qur'an, yəni toplayan. Nələri toplayan? Quran-ı Kərimdə olan hökmləri, qissələri, hekayələri və s. Bunların hamısını cəm edib, toplayıb bir kitab halına saldığı üçün onun mənalarından da biri cəm etmək mənasını verir. Quran-ı Kərimin ilk isimlərindən biri elə Əl-Qur'andır. Sonra Əl-Kitab, kitab mənasını verir. Əz-Zikr və Əl-Furqan. Və bunlar Quran-ı Kərimin məşhur olan adlardır. Əl-Qur'an dedik, onun mənası nədir? Əl-Kitab, kitab mənasını verir və bu da Quran-ı Kərimdə elə bir çox yerdə varid olmuşdur. O yerlərdən də biri Bəqərə surəsinin elə 2-ci ayəsində Uca Allah buyurur ki: "Zəlikəl kitabu la raybe fi hudel lil muttaqin." Müttəqilərə doğru yol göstəricisi olan bu kitabda heç bir şək şübhə yoxdur. Və məhz burada da Uca Allah kitab olaraq Quran-ı Kərimi isimləndirmişdir. Hicr surəsində Uca Allah buyurur ki: "İnnə nəhnu nəzzəlnə zikrə və innə ləhu ləhafizun." Həqiqətən bu zikri, yəni Quranı biz nazil etdik və biz onu qoruyacağıq. Uca Allah Furqan surəsinin elə ilk ayəsində buyurur: "Təbərəkəllezî nəzzələl furqanə alə abdihi liyəkunə lil aləminə nəzira." Uca Allah pak və müqəddəsdir, bütün nöqsanlardan uzaqdır. O Allah ki, aləmlərə xəbərdarlıq olsun deyə bu Quranı, Furqanı, yəni haqla batili ayırt edən bu kitabı, yəni öz qulu Muhammedə sallallahu aleyhi və səlləmə nazil etdi. Və bu da Quran-ı Kərimin məşhur olan isimlərindəndir və həmçinin elm əhli Quran-ı Kərimin bəzi sifətlərini də qeyd etmişlər, hansı ki bunlar da məsələ Quran-ı Kərimdə zikr olunur. Əl-Mubin, açıq aydın, Əl-Kərim, mübarək, hörmətli, əzəmətli, Əl-Azim, Əl-Hudə, hidayət yolunu göstərən, Ət-Tənzil, nazil olunan, Kələmullah, Allahın kəlamı və digər kimi bu sifətlər də Quran-ı Kərimdə varid olmuşdur və bu da Quran-ı Kərimin sifətlərindəndir. Bəs mushaf nədir? Mushaf deyildikdə isə bu kitabın özü nəzərdə tutulur. Cildlərə yazılmış, səhifələrə yazılmış kitab nəzərdə tutulur ki, əlimizə alıb oxuduğumuz kitab halına salınmış Quran məhz mushafdır. İçərisindəki də Quran, Allahın kəlamıdır. Bəli, içərisindəki olan ayələr, surələr Qurandır. Lakin kitab halına salındığı üçün bu mushaf adlanır. Bəs Quran-ı Kərimin fəzilətləri nələrdir? İstər onu əzbərləmək, öyrənmək və öyrətmək baxımından. Şək yoxdur ki, Quran mübarək bir kitabdır və onun fəzilətləri barəsində danışmaqla, yəni bu həqiqətən verilişimizə vaxtına kifayət etməz. Lakin qısa olaraq qeyd edək bu barədə də Quran-ı Kərimin oxumağın, həm onu oxutmağın, öyrətməyin və həmçinin onu hifz etməyin, onu insanlara təbliğ etməyin və digər bu kimi böyük bir fəziləti, faydaları vardır. Necə ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hədislərində onların hamısını zikr etmişdir. Və bu hədislərin birində Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki: "Mən qara hərfən min kitabillah fələhu həsənə." Kim Allahın kitabından bir hərf oxuyarsa, onun üçün bir savab vardır. "Və ənə lə əqulu əlif ləm mim hərfun." Və mən demirəm ki, əlif ləm mim hərfdir. "Vələkin əlfun hərfun və ləmu hərfun və mimu hərfun."
Lakin əlif bir hərf, ləm bir hərf, mim isə bir hərfdir. Və bu da onu göstərir ki, yəni Quran-ı Kərim tək oxunan kitab deyil. Həmçinin biz o kitabı oxumaqla Allaha ibadət etmiş sayılırıq. Və bu da Quran-ı Kərimin arıza fəzilətlərindəndir. Və həmçinin onu öyrənmək və öyrətmək barəsində də Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, xayrukum mən təalləməl Qur'an və alləməh. Sizin ən xeyirliniz Quranı öyrənən və onu başqalarına öyrədəndir. Və burada Peyğəmbərimiz sallallahu aleyhi və səlləm məhz həmin kəslərin ən xeyirli cəmaatdan olduğunu qeyd etmişdir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Quranı hifz edən, onun hafizləri barəsində də buyurmuşdur ki, Quranı oxuyan, onu hifz edən Allah qatında ən xeyirli, ən hörmətli mələklərin dərəcəsindədir. Yəni bu da Quran sahibinin şərəfinə, Allah qatında necə hörmətli, şərəfli bir şəxs olduğunun göstəricisidir. Və bu da hamısı Quran-ı Kərimin fəzilətlərindəndir. Allah bizi Quranı oxuyub, əzbərləyib, öyrədən və öyrənən Əmin. qullardan etsin. Əmin. Növbəti sualım, Quran-ı Kərimi digər səmavi kitablardan fərqləndirən nədir? Və bir müsəlman digər kitablara da inanmalıdırmı, yoxsa sadəcə Quranla kifayətlənməlidir? Yəni, sizin də qeyd etdiyiniz kimi səmavi kitablar Uca Allah tərəfindən nazil olan kitablar deyilir. Və Allah-u Teala'nın Quran-ı Kərimdən öncə nazil etdiyi kitablar olmuşdur. Misal üçün, onlardan bizə məlum olan Əz-Zəbur, Ət-Təvrat, İncil, Ətəynə Davudə Zəbura. Biz Davuda da Zəburu nazil etdik. Musaya Tövrat, İsa'ya isə İncil nazil edilmişdir. Və Muhammed Peyğəmbər sallallahu aleyhi və səlləm isə sonuncu kitab olan Quran-ı Kərim nazil edilmişdir. Və necə ki, biz Quran-ı Kərimin əvvəlki isimlərindən qeyd etdik ki, Əz-Zikirdir və həmin o zikir isminin keçdiyi ayədə də Allah Teala buyurur ki, biz o zikri nazil etdik və biz onu qoruyacağıq. Və Quran-ı Kərimin qiyamətə qədər qorunan kitabdır. Yəni, istənilən dəyişiklikdən, təhrifdən və digər şeylərdən qorunan bir kitab olduğu üçün məhz Quran-ı Kərim digər səmavi kitablardan fərqlənir. Yəni, Allah-u Teala özünə bir növ öhdəlik götürmüşdür ki, mən qiyamətə qədər bu kitabı qoruyacağam. Digər kitablar isə, baxmayaraq ki, onlar da Allah-u Teala tərəfindən nazil olmuşdur, lakin həmin o nazil olunan kitablar sonradan Peyğəmbərlərin cəmaatları tərəfindən, yəni ümmətləri tərəfindən təhrif olundu, dəyişdirildi, onlara əlavələr edildi, həmçinin əksilmələr oldu. İstərdim ki, biraz Quranın nazil olması haqqında danışasınız, bizə məlumat verəsiniz. Quran bütünlüklə sadəcə Qədr gecəsində mi nazil olub, yoxsa hissə-hissə müxtəlif vaxtlarda mı nazil olub? Uca Allah Quran-ı Kərimdə istər Duxan surəsində, istərsə də Qədr surəsində bu barədə bizə məlumat vermişdir. Duxan surəsində necə ki, Allah Teala buyurur ki, İnnə ənzəlnəhu fi leylətin mübarəkə. Həqiqətən biz bu kitabı mübarək bir gecədə, başqa surədə isə elə Qədr gecəsində bu mübarək gecənin Qədr gecəsində olduğunu Allah Teala bizə xəbər verərək buyurur ki, İnnə ənzəlnəhu fi leylətil qadr. Həqiqətən biz onu Qədr gecəsində nazil etdik. Və ona görə də Quran-ı Kərimin nazil olması Qədr gecəsində olmuşdur. Və ilm əhli də deyir ki, Quran-ı Kərim bir bütöv şəkildə, yəni Lövh-ü Məhfuzdan dünya səmasına nazil olmuş, bütöv kamil şəkildə. İkinci mərhələdə isə Quran-ı Kərim mərhələli şəkildə, yəni ayrı-ayrı şəkildə, ayrı-ayrı ayələr şəklində Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə 23 illik Peyğəmbərlik müddətində nazil olmuşdur. Bəs Quranın bir kitaba cəm olunması necə baş verib? Bu əslində geniş bir mövzudur, lakin bu haqda da qısa olaraq məlumat verək ki, Quran-ı Kərim Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin dönəmində keçi dərisinə, ağaclara, daş lövhələrə bu kimi şeylərin üzərində yazılırdı. Yəni kitab halına salınmamışdır. Və daha çox Quran-ı Kərim sinələrdə saxlanılırdı, yəni əzbərlənirdi. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə nazil olan ayələr sahabələrə çatdırılırdı və sahabələr də onu əzbərləyirdi və bu şəkildə də Quran-ı Kərim qorunub saxlanırdı, yəni sinələrdə. Lakin bir hadisə baş verdi ki, bu hadisədən sonra artıq müsəlmanlar Quran-ı Kərimi kitab halına salmaq məcburiyyətində qaldılar. Və bu da
Əbu Bakrın, Allah ona razı olsun, xilafəti dönəmində baş verir. O zaman ki, müsəlmanlarla dinindən dönən mürtədlər arasında döyüş baş verir, Yəməmə döyüşü və həmin bu döyüşdə çox sayda hafiz sahabələr dünyasını dəyişirlər. Və bu hadisə baş verdikdən sonra Ömər bin Xattab, Allah ona razı olsun, hansı ki o da bildiyimiz, yəni Əbu Bakrdan sonra ən fəzilətli şəxslərdəndir, sahabələrdəndir. Gəlir Əbu Bakra belə bir məsləhət, tövsiyə irəli sürür ki, Quran-Kərim kitab halına salınmalıdır, yoxsa unudulub gedəcəkdir. Və Əbu Bakr da deyir ki, mən Peyğəmbərin sallallahu aleyhi və səlləmin etmədiyi bir şey edə bilmərəm. Yəni o etməmişdi. Mən edə bilmərəm bunu. Lakin israr edir və deyir ki, yox, biz bunu mütləq etməliyik, yoxsa Quran-Kərim gələcək nəsillərə çatmaya bilər. Və beləliklə çox isrardan sonra Əbu Bakr, yəni Allah Teala onun qəlbinə bu şeyi salır və beləcə Əbu Bakrın rəhbərliyi altında xilafəti dönəmində bəzi sahabələrə, yəni hafiz sahabələrə tapşırır Quran-Kərimin cəm edilməsini və beləcə hər kəs öz bildiyi, öz evində olan Quranın hansı ki o keçid dərisində yazılmışdı, ağacın gövdəsinə və s. Bunlar hamısı gətirilir, Əbu Bakra təqdim edilir, verilir və Əbu Bakr radiyallahu anhu o həmin bu hamısını səhifələri cəm edir, kitab halına salır və qeyd edim ki, bu Zeyd ibn Sabit adlı sahabəyə tapşırılır. Zeyd ibn Sabit çünki Quranı ən mükəmməl bilən sahabələrdən biri idi və hətta o özü deyir ki, Allahın olsun ki, bir dağı yerindən götürüb onu daşımaq mənim üçün bu məsuliyyəti öz üzərimə götürməkdən daha ağırdır. Lakin bu iş ona da həvalə edilir və beləcə Quran-Kərim cəm olunur bir kitab formasında və bu Ömər bin Xattabın qızı olan və eyni zamanda Peyğəmbərimiz sallallahu aleyhi və səlləm zövcəsi olan Həfsə anamızın evində saxlanılır. Və eyni zamanda da elm əhli deyir ki, Quran-Kərimin ikinci mərhələdə, yəni cəm edilməsi Osman, Allah ona razı olsun, onun xilafəti dönəmində baş vermişdir, 3-cü xəlifənin. Və bu hadisə də necə baş verir? Artıq İslam fətləri baş verdikdən sonra İslam tək ərəb yarımadası ilə deyil, qeyri-ərəblərlə də gedir çatır. İstər Afrikanın şimalı olsun, İran, indiki Azərbaycan, Mərkəzi Asiya və digər ölkələrə gedib çatır. İslam coğrafiyası daha da böyüyür və orada da əcnəbilər olduğu üçün, ərəb dilini bilmədiyi üçün ixtilaflar baş verir. Çünki Quran-Kərim ləhcələr üzərində nazil olmuşdu və bu ixtilaf da Azərbaycanda baş verir. Yəni Quran-Kərimin bir vahid bir qiraət üzərində, Osman Musaf üzərində cəm edilməsinə səbəb məhz Azərbaycan olur. Azərbaycanda müsəlmanlar arasında Quranın qiraətləri üzərində ixtilaf baş verir və Huzeyfə adlı məşhur sahabələrdən biri məktub yazır. Bu hadisəni Osman, Allah ona razı olsun, xəlifəyə bildirir və beləcə Osmanın dönəmində əmri ilə Quran-Kərim məhz bir qiraət üzərində cəm edilir. Və sonra isə bu qiraət bütün İslam coğrafiyasına, Azərbaycana, Yəmənə, Misirə və digər bölgələrə. Həqiqətən verdiyiniz bu məlumatlar həm çox faydalı, həm də çox maraqlıdır. Bilirik ki, Quran və hədis və yaxud da digər adla desə Quran və sünnə bizim dinimizin məsdəridir. Dövrümüzdə görürük ki, bəzi insanlar yalnız Quranı qəbul edir, hədisi inkar edirlər. Bu nə dərəcədə düzgündür? Bir müsəlman sünnəni tərk edib sadəcə Quranla dinini yaşaya bilərmi? Ümumiyyətlə hədislərsiz, sünnəsiz Quran-Kərim təsəvvür edilmir. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə Quran-Kərim Allahın kəlamı nazil olduğu kimi o şəkildə də vəhiy vasitəsilə məhz hədislər, sünnə nazil olmuşdur. Sünnədə, yəni hədislər də Quranın açıqlayıcısıdır. Mümkün deyil ki, Quran-Kərimi biz hədislərsiz anlayaq, başa düşək və onun əhkamlarını öz həyatımızda tətbiq edək. Və bu mütləq şəkildə də hədislər vasitəsilə həyata keçirilir. Yəni hədislərsiz Quran-Kərimi təsəvvür etmək qeyri-mümkündür. Və elm əhli də deyir ki, Quran-Kərimin hədislərə olan ehtiyacı, hədislərin Qurana olan ehtiyacından daha çoxdur, daha böyükdür. Və yəni həqiqətən bu belədir. Çünki yəni müfəssəl
kitab deyil. Yəni əslində bəli müfəssəldir. Yəni təfsilatlı şəkildə necə ki Allah Teala deyir ki, yəni biz bu Quranı təfsilatlı şəkildə hər bir şeyi əhatəli şəkildə nazil etdik. Lakin açıqlama verilməyib. Misal üçün bəzi hökmlərdən namaz, misal üçün Allah Teala deyir ki, aqimussalah, namaz qılın, yaxud da ki, zəkat verin və s. Ramazan orucu olsun, digər əhkamlar olsun. Qurani-Kərimdə onun forması, keyfiyyəti bizlərə bəlli edilməmişdir. Yəni biz də məcburuq ki, onun keyfiyyətini, formasını öyrənmək üçün nəyə müraciət eləyək? Hədislərə və məhz hədislərdə də bizlərə o çatdırılmışdır. Qurani-Kərimi anlamaq üçün təfsir kitablarına qayıtmaq mütləqdirmi? Çünki günümüzdə Quranı öz ağlı, öz istəyi ilə şərh edən, başa salan bəzi insanlar ortaya çıxır. Bəli, elə bu da məhz əvvəl danışdığımız mövzu ilə əlaqəlidir. Yəni hədislərin inkarına gətirib çıxaran səbəblərdən də biri, onlar hədisləri inkar etdikləri üçün təfsir kitablarına artıq müraciət eləmirlər. Çünki təfsir kitabları İslam alimlərinin yazıb qələmə verdiyi kitablardır və həmin o kitablarda da hədislər, sahabələrdən əsərlər, rəvayətlər varid olmuşdur ki, hamısı Qurani-Kərimi təfsir edir. Hansı ki, o şəxslər Quranilər adlanır, hədisləri tam şəkildə kənara qoyub, Quranla kifayətlənən və öz ağılları ilə təfsir edənlər, onlar təfsir kitablarına müraciət eləmirlər. Lakin biz dedik, Quranın hədislərə böyük bir ehtiyacı var. Yəni biz Quranı hədislər vasitəsilə başa düşə bilərik. Bu da təfsir vasitəsilə həyata keçirilir. Düzdür, əslində Quranın təfsiri tək, yəni hədislərlə kifayətlənmir. Yəni Quranla da təfsiri var. Lakin daha çox təfsiri hədislər vasitəsilə olmuşdur və bu da yəni İslam alimlərinin yazdığı təfsir kitablarında hamısı öz əksini tapmışdır. Allah razı olsun mənim. Bir çox evlərdə Qurani-Kərimin, Musafın dolabın üstündə tozlu vəziyyətdə olduğunu görürük və bu xalqımız arasında yayılmış bir şeydir. İstərdim ki, Quranın önəmi, onu oxumağın və onunla məşğul olmağın fəziləti haqqında məlumat verəsiniz. Düzdür, az öncə qeyd etdiniz o məlumatları. İstərdim ki, daha geniş nəsihət edərdiniz o müsəlman bacı və qardaşlarımıza. Təəssüflər olsun ki, Sovet dönəmindən formalaşan belə bir düşüncə var ki, Qurani-Kərim toxunulmaz bir kitabdır, müqəddəs bir kitabdır. Ona toxunmaq olmaz. O, yəni evin ən yüksək yerində saxlanılmalıdır, parçaya salınmalıdır. Hansı ki, günümüzdə bəzi müsəlman evlərində biz görürük. Valideynlər uşaqlara qəti şəkildə o kitaba toxunmağa qoymur. Hətta özləri də toxunmurlar. Hansısa bir kitab rəfinin və yaxud da ki, mebelin ən yüksək hissəsində onu parçanın içərisində saxlayırlar və deyirlər ki, buna toxunmaq olmaz. Lakin bu böyük bir xətadır və Sovet dövründə şuuraltı olaraq insanlara yeridilmiş bir düşüncədir və məqsədli şəkildə edilmiş bir şeydir. Lakin Qurani-Kərim gündəlik oxunan bir kitab olmalıdır. Necə olmasın ki, burada bütün müsəlmanların həyat düsturu yazılmışdır. Müsəlman necə müsəlman ola bilər ki, Quransız, yəni yaşasın, öz həyatında Quranın ayələrini, hökmlərini tətbiq etməsin, oxumasın, onunla maraqlanmasın, ona önəm göstərməsin. Yəni bu təsəvvür edilmir. Lakin təəssüflər olsun ki, günümüzdə özlərini müsəlman deyən şəxslər Qurandan tamam şəkildə, tamamilə uzaq bir həyat sürürlər. Bu fikrin əsasında, hansı ki, dedik, Quran toxunulmaz bir kitabdır. Lakin hər bir şəxs Quranı gündəlik həyatında oxumalıdır, öyrənməlidir. Yəni şükürlər olsun ki, günümüzdə Quranın mənaza tərcümələri də vardır. Yəni hər kəs ona müraciət edə bilər. Yəni əgər ərəbcə oxumağı bilmirsə, düzdür, öyrənməlidir. Ərəbcədə oxumağı öyrənməlidir. Lakin əgər bilmirsə, ən azından onun mənaza tərcüməsini oxumalıdır. Və fəziləti barəsində də belə az öncə qeyd etdik ki, yəni Quran tək oxunan bir kitab deyil, həmçinin oxunub ibadət edilən bir kitabdır. Hansı ki, sən onun hər hərfinə görə savab qazanırsan. Yəni bu nə əzəmətli bir savabdır və eyni zamanda Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin Quran təlimi ilə məşğul olanlar, Quran öyrənənlərin Allah qatında ən xeyirli insanlar olduğunu vurğulamışdır və bu da onun fəzilətinə dəlalət edir. Və bəs Quranı, Musafı dəstəmazsız tutmaq və yaxud da oxumaq olarmı? İcazəlidirmi? Musafı, yəni Quranı
dəstəmasız şəkildə toxumaq barəsində elm əhli arasında ixtilaf vardır. Lakin daha doğru olan görüş odur ki, və eyni zamanda bu ixtilaflı məsələdən çıxmaq üçün ehtiyat baxımından Qurani-Kərim dəstəmasız toxunmaq olmaz. Və bu da daha doğru olan görüşdür. Yəni cümhur alimlərinin də görüşü budur ki, Qurani-Kərimə yalnız dəstəmasız halda toxunmaq lazımdır. Yəni istər bu Qurani-Kərimi toxunub bir yerdən başqa yerə daşımaq olsun, istərsə də ələ alıb oxumaq olsun. Düzdür, əzbərdən oxuyarsa, yəni Qurani-Kərimə toxunmadan, Musafa toxunmadan oxuyarsa, dəstəmasız halda oxuya bilər. Lakin Musafın ələ götürülüb oxunması isə yalnız dəstəmasız şəkildə olmalıdır. Əlavə olaraq qeyd edək ki, Qurana dedik ki, dəstəmasız toxunmaq olmaz, lakin parça ələ alıb onun vasitəsilə toxunmaq olar. Misal üçün ehtiyac yaranır bəzən deyək ki, Qurani-Kərim, Musaf masanın üzərindədir, onu kitab rəfinə qoymaq istəyirsən, bu halda heç bir problem yoxdur. Hansısa bir maneədən, deyək ki, parçadan və yaxud da ki, paltarın ətəyindən istifadə edərək o şəkildə Musafı ələ alıb başqa yerə daşımaq olar. Müəllim, biz bilirik ki, Qurani-Kərim Allahın kəlamıdır və Allahın kəlamı deyildikdə nə nəzərdə tutulur? Bu nə deməkdir? Allahın kəlamı dedikdə, yəni elə sözün özündən də başa düşüldüyü kimi, bu Allahın sözbəsöz özü tərəfindən deyildiyi bir kəlamdır, sözdür. Yəni buna ərəbcə kəlamullah deyilir, Allahın kəlamı. Verilişin başında da biz qeyd etdik ki, Qurani-Kərimin sifətlərindən də biri o kəlamullahdır, Allahın kəlamıdır. Bu barədə elə Allah-u Teala Qurani-Kərimi buyurur ki, və kəllamallah Musa təklimə. Allah Musa ilə kəlamla danışdı. Yəni burada ərəbcə buna təkid deyilir. Yəni Allah-u Teala burada demir ki, Allah Musa ilə danışdı. Xeyr, deyir ki, və kəllamallah Musa təklimən, sözbəsöz, kəlamla danışdı. Və bu da onu göstərir ki, Allahın bütün peyğəmbərlərə vəhiy etdiyi kitablar hamısı sözbəsöz, ayə və ayə Allahın kəlamıdır. Yəni Allahın kəlamı deyildikdə nəzərdə tutulan odur ki, bu məxluq deyil. Yəni yaradılmayıb. Məxluq o şey deyilir ki, o Allah-u Teala tərəfindən xəlq olunub. Allahın xaricində olan bütün şeylərin hamısı məxluqdur. Hamısı yaradılıbdır. İstənilən şey. Lakin Qurana gəldikdə isə deyirik ki, Quran məxluq deyil, Quran eyni zamanda xaliq də deyil. Quran Allahın kəlamıdır. Necə ki, elm əhli də deyir ki, Quran deyildikdə nəzərdə tutulan odur ki, Allahın kəlamıdır. Kəlamullah. Son olaraq da qeyd edək ki, Qurani-Kərim Allah-u Teala'nın Muhammed Peyğəmbər sallallahu aleyhi və səlləmə nazil etdiyi ən böyük möcüzələrdəndir. Və Allah-u Teala öz kitabında bütün insanlara meydan oxuyur ki, əgər bunun mislində bir kitab gətirə bilirsinizsə, gətirin. Lakin qiyamətə qədər bütün insanlar acizdir. Onun mislində bir kitab gətirməyə. Və Quran-Kərim məhz bu tərəfdən də Allahın ən böyük möcüzəsidir və Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə verilən ən böyük möcüzələrdəndir ta qiyamətə qədər. Yəni, həmçinin başqa peyğəmbərlərdən fərqli olaraq. Yəni, bu qiyamətə qədər davam edən Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə möcüzəsidir. Digər peyğəmbərlərin möcüzəsi isə onlar həyatda olarkən ölənə qədər davam etmişdir. Öləndən sonra o möcüzə kəsilmişdir. Misal üçün, Musaya verilən möcüzə, İsa peyğəmbərə verilən möcüzə və digər peyğəmbərlərə verilən möcüzə. Misal üçün, İsa peyğəmbərə verilən möcüzələrdən tibb ilə bağlı olan möcüzələr idi. Yəni, ölünü diriltmək və xəstələrə şəfa vermək və s. Həmçinin Musa peyğəmbərə sehir möcüzəsi verilmişdi. Sehirləri, Furon və onun sehirbazlarının sehirlərini puç etdi. Lakin Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə verilən ən böyük möcüzə isə Quran-Kərimdir və bu da qiyamətə qədər davam edən bir möcüzədir. Allah razı olsun Nail müəllim. Təşəkkür edirəm bu gözəl və faydalı məlumatlara görə. Bir daha təşəkkür edirəm ki, dəvətimizi qəbul edib yenidən qonağımız oldunuz. Mən təşəkkür edirəm. Allah-u Teala xeyirli və bərəkətli etsin və Allahdan istəyirəm ki, bu veriliş davamiyyətli olsun. Əmin. Allah razı olsun müəllim. Beləliklə, əziz izləyicilər, bugünkü buraxılışımızın sonuna gəldik. Allahdan istəyirəm ki, Qurani-Kərimin nuru ilə bizim həyatımızı, ömrümüzü nurlandırsın. Bizi Qurani-Kərimi haqqı ilə oxuyan, anlamağa çalışan və orada olanlara əməl etməyə çalışan qullardan etsin.
Sağ olun, salamat qalın. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.